uşaqlıq boynu xərçəngində risk faktorları nələrdir? Nələrdən qorxmalıyıq, nələri nəzərə almalıyıq, hansı əlamətlərə diqqət ayırmalıyıq? Buyurun, doktor. İlk öncə onu vurğulamaq istəyirəm ki, uşaqlıq boynu xərçəngi xüsusilə bizim ölkədə çox yəni geniş yayılmış bir xərçəng növüdür, təəssüf olaraq. Niyə təəssüf olaraq? Çünki qadın reproduktiv sistem xərçəngləri arasında süd vəzi xərçəngindən sonra ikinci yerdə uşaqlıq boynu xərçəngi yer alır. Yəni bu qədər geniş yayılır. Halbuki artıq dünyada inkişaf etmiş ölkələrdə bu göstərici 7-ci, 8-ci sıralara düşüb. Niyə bu sıralara düşüb? Birincili və ikincili profilaktika sahəsində. Birincili profilaktika dedikdə ilk öncə deyim ki, uşaqlıq boynu yastı epitel xərçənginin törədicisi əksər hallarda insan papilloma virusudur. Yəni virus vasitəsindən virusun uşaqlıq boynunu zədələnməsi nəticəsində yaranan bir xərçəng növüdür. Bəs virus bizə yoluxduqda biz həmən xərçəng mi oluruq? Təbii ki, yox. Bunun üçün bizə illər, hətta 10 ilə qədər bir vaxt lazımdır. Yəni bir virusun yoluxduqdan sonra xərçəng törətməsi üçün illərlə vaxt lazımdır. Əgər bizə bugün müraciət edən xəstələr əksər hallarda gecikmiş mərhələ uşaqlıq boynu xərçəngi ilə müraciət edirlərsə, demək ki, bu qadınlarımız çox təəssüf ki, illərdir, hətta 10 ilə yaxındır ki, bir ginekoloji müayinəyə getməyiblər. Yəni bu acınacaqlı haldır. Amma dünyada vəziyyət necədir? Dünyada vəziyyət tam bunun əksinədir. Belə ki, birincili profilaktika. Birincili profilaktika nə deməkdir? Yəni, biz xərçəngi əmələ gətirən səbəbi aradan qaldırmaqdır. Burada xüsusilə peyvənddən danışmaq istəyirəm. Qardasil 9 peyvəndi dünyanın demək olar inkişaf etmiş ölkələrin hamısında 9-13 yaşında qız uşaqlarına, hətta bir sıra ölkələrdə, İsrail kimi ölkələrdə oğlan uşaqlarına da bu peyvənd vurulur və nəticə göz qabağındadır. Bugün onlarda uşaqlıq boynu xərçəngi çox-çox aşağı sıralamadadır. İkinci bir məsələ skrining proqramıdır, yəni ikincili profilaktika. İkincili profilaktika nədir? Xərçəng önü xəstəliklərin vaxtında aşkarlanmasıdır. Bunun üçün də bizim PAP testimiz var, PAP smear testimiz var, Papa Nikolau testi. Dünyanın bir çox ölkələrində də hətta artıq yəni keçən əsrdən bu standart olaraq bir skrining proqramı kimi var. Çox təəssüf ki, bizim ölkədə bir skrining proqramımız yoxdur. Düzdür, yəni 2000-ci illərdən etibarən bu proqram planlanır, amma tam həyata keçirilməyibdir. İkinci peyvəndləmə məsələsidir ki, biz deməli bu il Tbilisidə HPV deməli konfransında iştirak etdik. Peyvəndləmə ilə bağlı mən çox sevindirici idi ki, Səhiyyə Nazirimiz artıq qız uşaqlarının peyvəndlənməsi ilə bağlı yəni hərəkətə keçiblər, ən azından bir proqram hazırlanır və mən ümid eləyirəm ki, ən qısa zamanda bu proqram reallaşacaqdır. Çünki həqiqətən çox önəmlidir. Bir çox qadının həyatını qurtarmış olacaqlar. Bir də təkcə qadınların deyil. Niyə? Çünki biz ancaq HPV deyəndə uşaqlıq boynu xərçənginin üzərində turuq. Amma halbuki 6 xərçəng növü var ki, yəni uşaqlıq boynu, kişi cinsiyyət üzvü, anus, ağız boşluğu, udlaq, görün nə qədər uşaqlıq yolu, vulva, görün nə qədər bir problemi aradan götürmüş oluruq. Bir peyvəndlə biz bu problemləri dəfələrlə, yəni ki, riski azaltmış oluruq.